Xanım Fatimə-i Zəhra salamullahi əleyhanın Mövlamız Əli əleyhissalama vəsiyyəti. Fatimə salamullahi əleyha dedi: Ey Rəsulallahın əmisi oğlu, Allah sənə əcr versin, sənə bunları vəsiyyət edirəm. Birincisi, məndən sonra əmamə ilə evlən. Bu, həm sənin, həm də övladlarımızın qayğısına qalmaq baxımından çox mühümdür. O, mənim övladlarıma özüm kimi baxacaq. İkincisi, mənim üçün tabut düzəlt. Çünki mələkləri gördüm ki, mənim tabutumun şəklini çəkmişdilər. Həzrət Əli əleyhissalam dedi: Onun vəsfini mənim üçün bəyan et. Həzrət Fatimə tabutun vəsfini bəyan etdi. Qeyd edək ki, xanım Fatimə salamullahi əleyhanın bu istəyi xanımların iffətini qorumaq üçündür. Və Həzrət Əli əleyhissalam o xanım üçün tabut düzəltdi. Bu, yer üzündə ilk düzəldilmiş tabut uydu. Sonra Həzrət Fatimə dedi: Yenə sənə vəsiyyət edirəm ki, mənə zülm edən və mənim haqqımı əlimdən alanları cənazəmin üstünə gəlməyə qoyma. Çünki onlar mənim və Rəsulallahın düşmənidirlər. Həmçinin onlardan və onların ardıcıllarından heç kimi mənim üçün namaz qılmağa qoyma. Məni gecə vaxtı hamı yuxuda ikən dəfn et. Kəşfül Qümmə və başqa kitablarda rəvayət olunur. Elə ki, Həzrət Fatimə salamullahi əleyhanın vəfatı yaxınlaşdı, o xanım Əsma binti Ümeysə buyurdu: Dəstəmaz almaq üçün mənə su gətir. Həzrət dəstəmaz aldı və başqa bir rəvayətə görə qüsul verdi. Ətir istədi və özünə ətir vurdu. Təzə paltarlarını istədi və onları geyindi. Buyurdu: Ey Əsma, Cəbrail atamın vəfatı vaxtı behişdən 40 dirhəmlik kafur gətirdi. Həzrət Rəsul onu 3 yerə böldü. Bir hissəsini özü üçün götürdü, bir hissəsini mənim üçün və bir hissəsini də Əli üçün ayırdı. O kafuru gətir, onunla məni hənut etsinlər. Əsma o kafuru gətirdikdə Həzrət Fatimə buyurdu: Onu mənim baş tərəfimə yaxın bir yerə qoy. Sonra ayaqlarını qibləyə tərəf uzadıb, üzünə örtük çəkdi və buyurdu: Ey Əsma, bir saata qədər gözlə, sonra məni çağır. Əgər cavab verməsəm, Əlini səslə, bil ki, mən atama qovuşmuşam. Əsma bir saata qədər gözlədi. Sonra o Həzrəti çağırdı, amma bir səs eşitmədi və dedi: Ey Mustəfanın qızı, ey Adəm övladları içərisində ən yaxşı insanın qızı, ey Meyrac gecəsində Qab-ı Qövseyn ya ədna mərtəbəsinə yetişən şəxsin qızı. Cavab eşitmədiyi üçün örtüyünü onun mübarək üzündən açdı və gördü ki, ruhu cənnət bağlarına pərvaz edibdir. Əsma o xanımı qucaqlayıb öpür və deyirdi: Həzrət Rəsulallahın huzuruna yetişdikdə Əsma binti Ümeysin salamını ona yetir. Bu vaxt Həzrət İmam Həsən və İmam Hüseyn əleyhissalam qapıdan içəri daxil oldular və dedilər: Ey Əsma, anamız bu vaxtı niyə yatıb? Əsma dedi: Sizin ananız yatmayıb, doğrusu aləmlərin Rəbbinin rəhmətinə vasil olub. Bunu eşitdikdə İmam Həsən əleyhissalam özünü anasının üstünə atıb, onun nurani üzündən öpərək deyirdi: Ey ana, mənimlə danış, yoxsa ruhum bədənimdən çıxacaq. İmam Hüseyn əleyhissalam anasının ayaqlarına düşüb, onu öpərək deyirdi: Ay ana, mənəm övladın Hüseyn, mənimlə söhbət et, yoxsa ürəyim partlayar və dünyadan gedərəm. Əsma dedi: Ey Rəsulallahın 2 ciyər güşəsi, gedin atanızı xəbərdar edin və ananızın ölüm xəbərini ona çatdırın. Onlar çölə çıxdılar və məscidə yaxınlaşanda ucadan ağlamağa başladılar. Səhabələr onların qabağına qaçıb dedilər: Ey Rəsulallahın övladları, ağlamağınızın səbəbi nədir? Allah Taala sizin gözünüzü ağlar etməsin, babanızın yerini boş görüb, onunla görüşməyin şövqündən ağlayırsınız. Dedilər: Anamız dünyadan köçdü. Həzrət Əmirəl-Mominin əleyhissalam bu dəhşətli xəbəri eşitdikdə
üzü üstə düşüb qəşş etdi. O Həzrətin üzünə su vurub özünə gətirdilər. Həzrət buyurdu: "Səndən sonra mənə kim təsəlli verəcək?" Sonra bu iki beyt şeiri o Həzrətin müsibətini oxudu. İki dostdan təşkil olunmuş birliyin axırı ayrılıqdır. Ayrılıq və ölümdən başqa bütün müsibətlər kiçikdir. Fatimənin Həzrət Rəsulallahdan sonra dünyadan getməsi mənim üçün heç bir dostluğun qalmamasına dəlildir. Rovzətül Vaizin adlı kitabın rəvayətinə əsasən, Həzrət Fatimə salamullah aleyhanın vəfat xəbəri Mədinəyə yayıldıqda, kişi və qadınların hamısı o Həzrətin müsibətinə ağladılar. Mədinənin evlərindən şivən səsi ucaldı. Qadınlar və kişilər o xanımın evinə tərəf qaçdılar. Bəni Haşimin qadınları o Həzrətin evinə cəm oldular. Az qalmışdı ki, onların şivən səsindən Mədinə lərzəyə gəlsin. Onlar deyirdilər: "Ey Seyyidə, ey qadınların xatunu, ey sonuncu Peyğəmbərin qızı." Cəmaat Həzrət Əli əleyhissalama təsəlli vermək üçün dəstə-dəstə onun yanına gəlirdilər. O Həzrət əyləşmişdi. İmam Həsən və İmam Hüseyn əleyhissalam onun qarşısında əyləşib ağlayırdılar. Cəmaat da onların ağlamağına ağlayırdılar. Ümmü Gülsüm Həzrət Rəsulallahın qəbrinin yanına gəlib dedi: "Ey ata, ey Rəsulallah, bugün sənin müsibətin bizim üçün təzələndi. Bugün sən dünyadan getdin və qızını da özünlə apardın." Cəmaat o Həzrətin evinin qabağında toplanıb ağlayır və cənazənin çölə çıxardılmasını gözləyirdilər. Əbu Zər evdən çölə çıxıb dedi: "Cənazənin çölə çıxardılması təxirə salındı." Cəmaat dağılışıb evlərinə getdilər. Gecədən bir qədər keçmiş, cəmaat yuxuda olduğu vaxt cənazəni çölə çıxartdılar. Həzrət Əmirəl-Müminin əleyhissalam, İmam Həsən və İmam Hüseyn əleyhissalam, Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbu Zər, Salman, Bürəydə, Bəni Haşimdən bir dəstə və o Həzrətin yaxın adamları Fatimə salamullah aleyhaya cənazə namazı qılıb, elə həmin gecə onu dəfn etdilər. Həzrət Əmirəl-Müminin xanımın qəbrinin ətrafında başqa 7 qəbir də düzəltdi ki, o Həzrətin qəbri tanınmasın. Başqa bir rəvayətə görə 40 qəbir düzəltdi ki, o məzlum xanımın qəbri onların arasında tapılmasın və başqa bir rəvayətə görə o xanımın qəbrini yerlə bir hamar etdi ki, orada qəbrin olduğu bilinməsin. Bunların hamısının səbəbi buydu ki, o xanımın qəbrinin yeri məlum olmasın, onun qəbrinə namaz qılmasınlar və o xanımın qəbrini açmaq fikrinə düşməsinlər. Odur ki, o xanımın qəbrinin harada yerləşdiyi barədə ixtilaf vardır. Bəziləri xanımın qəbrinin Bəqi qəbirstanlığındakı imamların qəbrinin yanında olduğunu deyirlər. Bəziləri isə o xanımın qəbrinin Həzrət Rəsulallahın qəbri ilə minbər arasında yerləşdiyini deyirlər. Çünki Həzrət Rəsulallah buyurubdur: "Mənim qəbrimlə minbərimin arasında behiş bağlarından biri yerləşmişdir və mənim minbərim behişdə açılan qapılardan biridir." Bəziləri də o xanımın öz evində dəfn olunduğunu deyirlər və bu ən doğru xəbərdir. Belə ki, səhih rəvayət də onu təsdiq edir. Xanım Fatimə-i Zəhra salamullah aleyhanın pak ruhuna salavat deyək.